Salam, hörmətli kanal izləyicilərimiz. Bu gün mən Masazır qəsəbəsində belə bir gözəl bir şəxsi tikiliyimizlə mən tanışdım. Xatırladım ki, evimiz müəllimin evidir. Təcili pul lazım olduğuna görə belə 3 sot torpaq sahəsinin üzərində inşa olunmuş 2 mərtəbə 6 otaqlı 220 kvadrat ümumi tikinti sahəsidir. Birinci mərtəbədə, ikinci mərtəbə manat betondur. Birinci mərtəbə istiponla təsis olunub. Kollektiv sistem bax burada yerləşir və kombi sistem bax buradadır. Hazır demokod yerində asılıb burada. Qazı, su, işığı, sənədlər tam qaydasındadır. Burada birinci mərtəbənin sol tərəfdə sanitar qoşağıdır. Mətbəximiz, yataq otağı və qonaq otağımız mövcuddur. Və ikinci mərtəbəsindən qalxan belə bir gözəl bir aval prekandır. Prekanımız da manat betonla təsis olunub. Qapılar da bahalı qapılar deyil, ucuz qapılar deyil. Burası evimizin qonaq otağıdır. Otaqlar ümumiyyətlə çox genişdir, yetərincə genişdir. 4 dövrəmə qoşadaşla inşa olunub. Bir daha xatım şəxsi tikilidir. Qiyməti çox gözəl, qiyməti 145 min manata satışa çıxıb, sözsüz ki, real alıcıların endirim olunacaq. Yeni Bakıda 3-cü sırada yerləşir və onun da savayı Sumqayıt Vazın Kurğuna da yaxın bir ərazidə yerləşir. Və burada xatırladım ki, 2 dənə trap qoyulub. Burada sizə duş kabini qoya bilərsiniz, yəni yeri saxlanılıb burada. Pəncərə düşən tərəf, düşməyən tərəf hamısı qoşadaşdır. Burası evimizin mətbəxidir. Mətbəx də yetərincə genişdir. Evimizin arxa tərəfindən demək olar ki, 3 metr yaxın məsafəsi var. Buradan da mən sizə görsədim. Evin arxasına keçmək olur. Gördüyünüz torpaq sahəsi də evimizə aiddir. Burada da vişnə ağaclardır. Mətbəx genişdir. Bütün sistem çəkilib burada hazır vəziyyətdədir. Yəni burada da stol qobra açısından nahar edə bilərsiniz. Aboylar üzvlü aboylardır, damarlı aboylardır. Və burada belə bir geniş bir yataq otağıdır. Yataq otaqları genişdir. TV verikli xəttə hamısı bütün otaqlarda çəkilib. Pəncərələrin qarşısını kəsən bir maneə yoxdur. Bir daha xatım evimiz şəxsi tikili. 220 kvadrat 3 sot torpaq sahəsinin üzərində inşa olunub. 145 min manata təcil olaraq satışa çıxıb, sözsüz ki, alıcıların endirimi olacaq. İndi isə mən sizə həyətyan sahəsi ilə və evimizin fasad görünüşündən tanış edim sizi. Belə bir evimizin həyətyan sahəsi var. Həyəti tam daşdan döşənib, solda isə ağac gül əkmək üçün, bax gördüyünüz torpaq sahəsi saxlanılıb. Sağ tərəfindən isə evin arxasından keçmək olur rahatçılıqla. Su, qaz, işıq 24 saatdır. Mərkəzi konsistemidir, sistemidir, onu xatırladım sizə. Oradan da mən sizə evimizin fasad görünüşünü görsədim. Bax belə bir gözəl bir fasad görünüşündədir. Bir daha xatırladım, evin yiyəsinə tərzi pul lazım olduğuna görə evimizin qiyməti 145 min manata satışa çıxıb. Sözsüz ki, real alıcıların endirimi olacaq. İndi isə ikinci mərtəbəsindən mən tanış edim. İkinci mərtəbəsində də yataq otaqlar yetərincə genişdir, sanitar qoşağı genişdir. Prekan manat betonu belə bir gözəl bir aval prekandır. İstəyər görə mənziləni də qoydura bilərsiniz. Və yaxud da satan adam da qoydura bilər. İkinci mərtəbədə geniş koridor sistemidir, gördüyünüz genişliyinə söz yoxdur. Burada 1, 2, 3 dənə yataq otağıdır. Yuxarısının çoğunluq o təmiz düşdük taxtadır. Və xatırladım ki, krişası çeripitsadır. Burası ikinci mərtəbənin sanitar qoşağıdır. Və yataq otaqlarından biridir. Buradan da baxa bilərsiniz. Çox mükəmməl bir yerdədir. Yaxınlığında məktəb, marketlər mövcuddur. Bu torpaq sahəsi də bu evimiz aiddir. Bir daha görsədim sizə. Məktəbdə Rus dilində dərs keçirlər, Azərbaycan dilində dərs keçirlər. Xatırladım ki, Yeni Bakıda məktəbində həm Rus dilində, həm Azərbaycan dilində dərs keçirlər. Və sonuncu yataq otağı hörmətli kanal izləyicilərimiz. İnşallah ev olmayan insanlar Allah Taala belə gözəl evlər qismət etsin. Kanalımıza abunə olmağı, video bəyənməyi unutmayın ki, yeni satışa çıxan evlərlə birinci növbədə siz tanış ola biləsiniz.